Hörmətli izləyicilər, mənim yaşım 70-i keçibdir. Nə icra hakimiyyəti tanımışam, nə bir rəhbər işçinin qapısını döymüşəm. Amma indi bir işlə əlaqədar olaraq bunların hamısını tanıyası oldum. Getdim Akstafanın icra başçısı Seymur Orucovun qəbuluna yazıldım. 35-ci adam idim. Mən bir şeyə mat qaldım. Qəbuldan çıxan, otaqdan çıxan hər bir şəxsin üzündə bir sevinç gördüm. Elə bil hamının işi düzəlib çıxırdı. O cümlədən də məndə də elə oldu. Yalan vəd verirdi, doğru vəd verirdi, bilmirəm, amma hamı gülə-gülə çıxırdı. Onu da deyim ki, mən müsbət qarşılandım. Müsbət qarşılandım, yox, məndə müsbət alındı. Ondan başqa Aksafa Daşınmaz Əmlakın müdürü Faiq müəllimin, İşıq İdarəsinin müdürü Namaz müəllimin, Qaz İdarəsinin müdürü Anar müəllimin də qəbulunda oldum. Çox razı qaldım. Çox. Vətəndaşları necə gözəl qarşılayırlar, necə gözəl dinləyirlər. Şikayətlərinə necə gözəl əməl eləyirlər. Bunların hamısının qarşısında mən baş əyirəm, minnətdarlığımı bildirirəm. Yeri gəlmişkən başqa bir məsələyə də toxunmaq istəyirəm. Kəndimizdə bir əlil var. Hansı ki, qapıdan eşiyə çıxa bilməyən xəstə var. Həmin şəxsdən xəbərsiz getdim Akstafada Teyub doktorun yanına. Vəziyyətini danışdım ki, ona əlillik düzəltmək lazımdır. Özdə birinci qrupa fakt düşür. Mən Teyub doktordan xahiş eləmək, yalvarmaq əvəzinə o mənə minnətdarlıq elədi. Əlindən gələni elədi. Nəinki Akstafa komissiyasına, hətta Şəmkir komissiyasına da zəng elədi ki, bu iş düzəlməlidir. Ancaq nazirimiz bu işə qol çəkmədi. Hələ ondan başqa kəndimizdə ağır kifozla, skalyozla əlilliyi olan bir adamın əlilliyini kəsibdir. Ayıb olsun o nazirə. Ağır olsun o nazirə ki, bu heç sağalası xəstə deyil. Nə vəziyyətdədir, maddi durumları nə vəziyyətdədir onların. Onun əlilliyini kəsib. Bax, mənim sözüm bu qədər. Hələlik sağ olun.